Salam dostlar, günləriniz xoş keçsin. Deməli dostlar, bizdə sadiq oxucular bilirlər ki, ənənəvi bir çıxış olurdu. Hər dəfə yeni kitab ərsəyə gətirəndə əvvəlki işlər barəsində də danışırdıq və sonra yeni kitabı təqdim edirdik, hər hansı bir kitab ərsəyə gətirəndə. Deməli dostlar, mən spontan danışacağım, həmişəki kimi. Ona görə kəsilmələr olsa, hansısa bir yoldan sapmalar olsa, üzrlə biləsiniz. Deməli dostlar, bu məsələ nə ilə bağlı idi? Bu bir deyək ki, mütəfəkkirin öz ölçüsündə bir mənəvi mədəniyyət yaratmaq istəyən, iradəsi onu buna yönəldən mütəfəkkirin belə deyək, bu mənəvi mədəniyyətini o mənəvi mədəniyyətdən bəhrələnənlər, o mənəvi mədəniyyətdən zövq alanlar, o mənəvi mədəniyyətdən belə deyək, özləri üçün çıxış yolları götürənlər üçün ərsəyə gətirdiyi bir söhbət kimi qəbul etmək lazımdır. Yəni, məsələn, deyək ki, mən bəlli bir mənəvi mədəniyyətimi yaradıramsa, öz dəyərlərimi, bədii, fəlsəfi, intellektual dəyərlərimi və onları ifadə edirəmsə və bunun üçün mənim yolum yazarlıqdırsa, hər bir bu intellektual aləmimdə ərsəyə gətirdiyim, bu zehni mənəvi aləmdə ərsəyə gətirdiyim hər bir yeni bir iş haqqında məlumat verməyi doğru sayıram. Bu, həm belə deyək, sadiq oxucularıma, belə deyək, hesabat kimidir, həm də onlarla bir əlaqə qurmaq istəyidir, həm də onlara ərsəyə gətirdiyimiz mənbələri tapmaları üçün bir işarə vermək kimidir. Bu mövzu haqqında çox danışmışıq dostlar. Biz çoxlu söhbətlər eləmişik, şifahi şəkildə və onlar zamanla yazılı şəkillərə də düşür, imkan olduqca. Bütün bunlar nə ilə bağlıdır? Bunlar adətən, məsələn, daxili təmayüllə bağlıdır, daxili mənəvi təmayüllə bağlıdır, öz mədəniyyətini yaratmaqla bağlıdır, öz dəyərləri yaratmaqla bağlıdır və bunları öz, necə deyərlər, oxucularınla, öz tamaşaçılarınla, sənə ehtiyac duyan, sənin necə deyərlər, dəyərləri ciddiyə almaq istəyən, onlardan bəhrələnmək istəyən insanlarla, oxucularla, yoldaşlarla, dostlarla bölüşmək istəyi ilə bağlıdır. Və burada, necə ki, təbiətdə hər bir, deyək ki, canlının, hər bir nəslənin öz təyinatı var. Mənim, məsələn, təyinatımda bədii, fəlsəfi fəaliyyətlə məşğul olmaqda əsas təyinatım budur. Ona görə də nəsə yeni bir məhsul ərsəyə gətirəndə o barədə məlumat verməyi artıq bir ənənəyə çevirmişəm və bunu çox doğru sayıram. Çünki bu bəlli bir mənəvi mədəniyyətin, öz ölçüsündə olan mənəvi mədəniyyətin ifadəsidir. Ona görə də burada o, belə deyərlər də, bütün o
puzzle'lar yerinə oturması üçün, puzzle'ların yerinə oturdulması üçün belə söhbətlər olmasını doğru sayıram və əvvəlki ənənəmizə davam edirik dostlar. Deməli, başlayırıq nədən? Mən indi həmişə olduğu kimi, yəni yeni kitab çıxanda, yeni bir məhsul ortaya çıxanda məlumatlar verirəm. Bilirlər sadiq oxucularım, tamaşaçılar, sadiq dostlar bilirlər bu barədə. Və məlumat verirəm həmişə. Gəlin başlayaq dostlar yenə də. Deməli, bu Sigmund Freud'dan etdiyim bir tərcümədir. Bu biraz bilirsiniz. Əslində əvvəlki videolarda sadiq oxucular, sadiq tamaşaçılar nəzər salsalar kanala görəcəklər. Məsələn, mən bir neçə dəfə kitablar barədə danışmışam. Ərsəyə gətirdiyim kitablar barədə və ya ərsəyə gətirdiyimiz kitablar barədə əgər bütün o heyəti nəzərə alırsa, əvvəlki videoda danışmışam dostlar. Orada məsələn istəyən oxucu orada baxa bilər. Çünki orada bəlkə də bu mövzunun müxtəlif başqa tərəflərini kəşf etmişik birlikdə. Amma yəqin ki, hər söhbətdə yeni tərəfləri kəşf olunur bu məsələnin. Ona görə də yeni şəkillərdə ifadə olunmasına gərək var deyə düşünürəm. Dostlar, bu kitab haqqında danışmışıq. Bu kitab, mən ümumiyyətlə Freud məsələsinə toxunmuşam zamanla, ironik toxunmuşam, biraz belə qəsdi şəkildə, necə deyərlər, hücum eləmişəm qəsdi şəkillərdə və s. Freudlə bağlı mənim biraz fikirlərim qarma-qarışıqdır. Freudin belə deyək, bu ilk işlərindən biridir. Və Freud kifayət qədər məşhur bir, nə deyək, alimdir də, belə deyək, alimdir. Amma mənim Freudlə bağlı fikirlərim fərqlidir. Çünki bu məsələ ondan bağlı ki, dostlar, belə deyək, mən fəlsəfiyyatla və bədiyyatla məşğul olam da və bu iki sahə yaxşı yazarlıqla bağlıdır. Yəni, aydın və şəffaf təsəvvürlə bağlıdır. Mövzunun həllinin aydın anlaşılır olması ilə bağlıdır. Bu nöqtəyə nəzərdən çıxış edərək mən məsələn Freydə müəyyən dərəcədə tənqidi yanaşıram. Baxmayaraq ki, bu bir çox yoldaşları qıcıqlandırıb, özümdə görmüşəm, bir çox əziz insanları da qıcıqlandırıb. Amma yanaşmamı deməliyəm də. Düz ki, bu çox çətin bir iş idi. Bununla bağlı müəyyən tənqidlər oldu və müəyyən belə bir gərgin hallar oldu. Mən zənn edirəm, müəyyən qədər məcbur qalıb sərt davranmağa, belə deyək, razılıq göstərdim. Amma məsələ burasında ki, mən bu mövzuya toxunmuşam dostlar. Yəni, yaxşı yazarı yaxşı tərcümə eləmək olur, pis yazarı pis tərcümə eləmək olur. Bu məsələ vardır. Toxunmuşam bu mövzulara. Əlbəttə, onları şifahi şəkildə varlar, istəyənlər baxa bilərlər. Onları daha dərinləşdirmək olar, yazılı şəkillərdə dərinləşdirmək olar. Zənn edən əhəmiyyətli məsələlərdir. Yəni, yazarın yaxşı olması əhəmiyyətlidir. Sənətkar olması əhəmiyyətlidir. Məsələn üçün, fəlsəfənin demək olar, bütün böyükləri, ədəbiyyatın bütün böyükləri hamısı sənətkardırlar, üslubçudurlar. Yəni, sən onları oxuyarkən anlaşılır, aydın, həqiqətən səni aydınlatmaq istəyən bir tərz görürsən, bir üslub görürsən, bir can atma görürsən
Freyddə təəssüf ki, bu yoxdur. Bəlkə də Freydin seçdiyi mövzulardan belədir. Üstəlik Freyd mənə elə gəlir ki, boş yerdən problemlər çıxardır. Mənə elə gəlir. Bu kiməsə qəribə gələ bilər. Mən düşünürəm ki, bu kimi məsələlərdə boş yerdən problemə gərək yoxdur. Buradakı kamilləşmə məsələsi, mənəvi dünyadakı, mənəvi aləmdəki kamilləşmə məsələsi bu qədər mürəkkəb və qəliz deyil. Bu cəhətdən deyil. Ona görə məsələn mən Freydə müəyyən dərəcədə bəli tənqidi yanaşıram. Amma yenə də bu kitabın özündə də, Mədəniyyətin Sancıları kitabında da xatırladığım qədərlə ləyaqətli yerlər var. Əlbəttə, ləyaqətli yerlər var. Yəni, istənilən halda bu insanlar istənilən halda bir mədəniyyətin, bəlli bir düşüncənin yaranmasında rol oynayan insanlardılar. Yəni ki, buradakı problemlər, hətta biz belə də deyə bilərik, buradakı problemlər titanlar arasında, düşüncə titanları arasında olan problemlərdir. Belə də məsələyə baxmaq olar. Yəni, intellektual dünyanın öz içində olan problemlərdir. Orada olan problemlərdir. Onu bu şəkildə nəzərə almaq olar deyə düşünürəm. Və bu kitabın içində də yaxşı oxucu mənə belə gəlir ki, müəyyən məqamları çıxarda bilər. Fəqət yenə təkrar edirəm, onu deməliyəm ki, yəni pis yazarı yaxşı tərcümə eləmək olmur. Yəni fəlsəfənin, bədiyyatın bütün müəllifləri, böyük müəllifləri yazarlardılar. Hamısı yazardır, hamısı yazıcıdırlar. Filosof da yazıcıdırlar, mətn yazırlar. Amma onlar fəlsəfi dərk etməklə bunu ifadə edirlər. Ədəbiyyatçılar bədi dərk etmələrini ifadə edirlər. Bu məsələlər var. Bu baxımdan, yəni, məsələn, mənim üçün bu birinci əhəmiyyətli şeydir. Yəni, bundan qıraqda, bu cəhət baxımından bundan qıraqda deyək ki, çox ciddi alması məsələ yoxdur. Yəni, yazar aydın, anlaşılır yazmalıdır. Yəni, bir üslubu olmalıdır. Bu, onun orijinallığının da əsasıdır və özgünlüyünün öz oxucusunu tapma imkanlarını da artırır. Bəli, bundan başqa nə var ki? Yəni, əsas etibarilə bu var da, düşüncə orijinallığı, yanaşma tərzinin orijinallığı, bir müəllifi başqalarından fərqləndirən, onu özünə məxsus yer ayıran, əlbəttə ki, əsas təmayül budur, əsas xüsusiyyət budur. Bu baxımdan, məsələn, Freyd yaxşı mı yazıcıdır? Yaxşı yazıcı deyil. Buna görə də, məsələn, orada belə bir problemlər yarandığını deyə düşünürəm. Və məsələləri çox qəlizləşdirir. Yəni, təmiz, xalis fəlsəfənin, xalis ədəbiyyatın həyata baxışında bənzərliklər var. Freyd təəssüf ki, psixoanalitik nöqteyə nəzərdən yanaşaraq bu bənzərliyi yox eləyib. Bənzərliyi belə nəzərimizdən qaçırdıb, aktual olmaqdan çıxardıb. Ona görə də Freydin bu cəhətdən mən məsələn Freydi heç bir şəkildə sevimli hesab eləmirəm. Amma nəsə talib belə gətirdi ki, bu kitabı da ərsəyə gətirməli oldum. Amma bilmək lazımdır ki, əlbəttə mən bunu öz, belə deyək, vicdanlı oxucularıma deyirəm. Nadir vicdanlı oxucularıma deyirəm. Bu kitab, məsələn üçün, sən oxuyarsansa, problemlərin əsası Freydin özündədir. Məsələn üçün, mən bir çox yerlərdə paylaşılan kitablar görmüşəm. Məsələn, məndən Şopenhauer tələbəsi kimi kitabının paylaşıldığını görməmişəm. Mən görməmişəm. Sonra, məsələn, Həyat Müdrikliyi Aforizmləri kitabının paylaşıldığını görməmişəm. Bunu görmüşəm.
Əslində onlar daha çox paylaşılmalıdırlar. Çünki orada mən o tərcümələrdən kifayət qədər razıyam. Əlbəttə onlar üzrə işlənə bilər, amma mən kifayət qədər razıyam. Bunu isə paylaşıldığını görmüşəm. Amma buradan da, əlbəttə, burada diqqətlə oxuyarsansa, burada heç bir problem yoxdur. Yəni, mən buradakı cümlələri çox rahatlıqla şərh edə bilərəm. Məsələ odur ki, bizim, bu var çox danışmışıq, dostlar, bizim oxucularımızda problemlər çoxdur da. Yəni, ümumiyyətlə, Azərbaycanda problemləri çox olan bir ölkədir, hər cəhətdən problemləri çox olan bir ölkədir. Oxucu məsələsində problemlər çoxdur, həddən artıq çoxdur. Yəni, yetkinlik məsələsi var, yəni oxucunun yetkinləşməsi, oxucunun məsələlərə çox tərəfli yanaşması, oxucunun obyektivliyi, oxucunun vicdaniliyi məsələləri var da bizdə. O məsələlərdə biz axsayırıq xeyli, çox məsələlərdə olduğumuz kimi. Ona görə mən bu məsələlərə müəyyən toxunmuşam. Əlbəttə, o barədə yazılar da sağlı olsun olacaq. Ən azından mənim öz çıxış nöqtəm olaraq. Çünki bu məsələ belədir ki, mən öz dünyamı yaradıramsa, öz aləmimi yaradıramsa, özünə məxsus aləmimi yaradıramsa, orada çıxış nöqtələri məndən götürülməlidir. Yəni, gələcəyin məni ciddi alan oxucuları və ya indinin məni ciddi alan oxucuları çıxış nöqtəni məndən götürməlidirlər. Bunu düşünərək mən bu mövzular barədə müəyyən qədər işləməyi düşünürəm. Sağ olsun, oxucu problemləri məsələlərində toxunacağam fəlsəfi nöqteyi nəzərdən. Mövzulara bu bir fəlsəfi mövzudur. Etik mövzudur həm də. Yəni bizdə yaxşı oxucular olarsa, bu kitabdan da nələrsə götürə bilər, diqqətlə oxuyub götürə bilər. Amma burada məsələ həm də məzmun məsələsidir. Mən məzmun məsələsini toxunaram ki, yəni Freyd çoxlu məsələləri boş yerdən problemləşdirir, problematik eləyir. Yəni onlar mən düşünürəm ki, bu qədər problematik deyirlər. O çox, mənə belə gəlir ki, fərqli tərəfdən o izah oluna bilər. Yəni bir çox məsələlərə Freyd izah etməyə çalışır. Mən isə düşünürəm ki, onun izaha ehtiyacı yoxdur. O, bəlli bir xüsusiyyətə görə belədir. Belə qəbul olunmalıdır və yaxud biz onu belə qəbul eləməliyik və yaxud biz belə qəbul edib rahatlamalıyıq. Nəinki orada bir problem axtarmalıyıq. Mən çox dərinlərə getmək istəmirəm. Amma bu cürdür. Amma bu kitab da hər halda oxunarsa diqqətlə. Ən azından burada bir göndərmələr var. Ən azından burada bir Freydin də əhəmiyyətli sayılacaq müəyyən düşüncələri və yanaşmaları var burada. Amma görünür mənim baxış tərzim fərqli cürdür. Ola bilər, görünür mənim dünyanı qəbul etmək, anlama, oradakı məsələləri həll etmə tərzim fərqli cürdür. Ona görə mən Freydlə çox da razı deyiləm. Amma istənilən halda insanlar istəsələr oxuya bilərlər. Bu kitab haqqında danışdıq. Sonra mənim dərdləşmə kitabım var. Dostlar, bu mənim necə dedilər, ilk kitabımdır. İllər öncə çıxmış kitabdır. Bu kitabın mən üzərində belə əlavə olaraq bir korrektorla, bir redaktorla işləmək imkanım olmadı. Amma qayət yenə də rahat şəkildə oxuna bilər. Fəqət mən bunun üzərində işləmişəm və yenidən düzəltmişəm oradakı bir çox məsələləri. Bu kitab bir çox cəhətlərdən bir sevimli kitabdır, dostlar. Mənim üçün çox əziz bir kitabdır. Deməli, burada həm nə var, nə məsələ. Məsələ necədir, dostlar? Bax, biz danışdıq, məsələn, bayaqlar biz mənəvi mədəniyyət yaratmaq məsələsini dedik də, düzdür. Hər bir mütəfəkkir öz imkanlarına uyğun olaraq, öz qabiliyyətlərinə uyğun olaraq öz mənəvi mədəniyyətini yaradır. Bu, təbiətin iradəsidir. Məndə bu belədir, mən təbiətin iradəsi ilə bağlıdır. Təbii təmayülümdür, yəni bunun üçün doğulmuş insan olaraq əsas etibarla buna yönəlirəm. Və bunun müxtəlif insanlarda, ümumiyyətlə, hər bir kəsdə, biz bu məsələyə toxunmuşduq, struktur olaraq yaydığı bir atmosfer olur, yaratdığı bir atmosfer olur. Bu məsələdə də, əlbəttə, biz iradəmizdən, bir daxili təmayüllərimizdən çıxış edərək nəsə bir məhsul ərsəyə gətiririk. Və bunun özünə məxsusluğu olur, özgünlüyü olur. Bəli, məsələn, bu kitabdakı özgünlüyü nədir? Buradakı strukturun, buradakı yazı tərzinin,
buradakı məsələn esselerin formasının hətta və burada tərcümələrin və esselerin toplanıb dostlar burada. Onlarda özünü göstərən tərz məsələsi var, özgünlük məsələsi var da. Fəqət bundan əlavə həm də məzmun məsələ baxımından da sən edirəm kifayət qədər yararlı bir kitabdır bu. Nə baxımdan? Yəni burada həm seçmə tərcümələr var, həm də seçmə esselər var. Bunların hamısı bir bütünlük əməl gətirirlər, bir kitab olaraq bütünlük əməl gətirirlər. Və bu kitabı deyək ki, bu variantda da oxumaq olar, qayət, müəyyən korrektə səhvləri var, amma qayət oxuna bilər. Çünki bilirsiniz, yazar yəni mütləq, məsələn, mənim ehtiyacım həmişə olur. Mən öz dilimizi sürəkli başqa dillərlə birlikdə sürəkli öyrənirəm, sürəkli öyrənirəm. Yəni ömrün axırına qədər öyrənəcəyəm öz dilimizi də. Çünki bu bir dəryadır, bir. Məsələn, mən hələ də dil haqqında, öz dilimiz haqqında öyrənməkdəyəm. Məsələn, işlədiyim korrektorlardan, redaktorlardan sürəkli bilgilənirəm. Özüm də bilgilənirəm kitabları oxuyaraq. Ona görə burada məsələn üçün müəyyən, mən korrektor, redaktordan işləmədiyim üçün müəyyən korrektor səhvləri var. Amma mən onları zaman düzəltmişəm. Amma qayət yəni rahat şəkildə oxuna bilər. Düzəldilər. Məsələn, bəlkə də oxucunun tənqidinə məruz qala bu baxımdan. Tənqidinə məruz qala oxuna bilər. Burada da bir bütövlük var. Bütövlük nə idi? Əvvəl toxunduğum mənəvi mədəniyyət məsələsi var da. Sənin dəyərlərin, intellektual dəyərlərin, elmi, fəlsəfi, bədi dəyərlərinin ifadəsidir bu. Yəni, mənəvi mədəniyyət nədir? Şəxsiyyət olaraq insan özünü yetişdirməsi üçün ortaya qoyulan, ortaya çıxarılan bir dəyərlər bütünüdür. Məsələn üçün, mən deyirəm ki, həmişə məktəb var. Məktəb bizi insan eləyir, düzdür, insan eləyir. Biz məktəbə getməsək, xeyli dərəcədə geridə qalarıq. Məktəb nədir? Məktəb bilginin öyrədildiyi yerdir. Məktəb elmin, fəlsəfənin, sənətin, nailiyyətlərin öyrədildiyi yerdir. Dolayısıyla nə ortaya çıxır? Biz məktəbdə bəli, nələrsə öyrənirik, sonra məsələn ki, ali məktəbə gedirik və s. Amma bundan da ötə nə var? Bütün ömrü boyunca Platonun da dediyi kimi, keçmişdə dediyi kimi, təhsil tərbiyə həmişə ömrün sonuna qədər əslində davam edən bir prosesdir. Əlbəttə, bizim bir çoxlarımız bunu alındıra bilmirik müxtəlif səbəblərdən və s. Amma əslində belədir. Biz ömür boyu əslində bilgilənməyə davam edirik və ya davam eləməliyik imkanlarımız müqabilində. Bu həm də sonradan mənəvi təkmilləşməyə, intellektual təkmilləşməyə keçən bir prosesdir. Bu kitab da özündə belə bir ilkin başlanğıcdan dostlar, başladığım dövrdən etibarən belə bir təmayül özündə ehtiva eləyib. Yəni burada məsələn üçün bədiyyat da var, fəlsəfiyyat da var, elmiyyat da var. Hər üç mənbədən yararlanmaq istəyən oxucular bu kitabdan məsələn ləzzət ala bilərlər. Və ya bunu başdan axıra qədər oxuyan şəxs, bir oxucu bəlli bir təsəvvür dünyagörüş əldə edə biləcək dostlar. Kitabın ərsəyə gəlməsində, bəlkə intuitiv olaraq ərsəyə gəlməsindəki əsas təmayüllərdən biri də elə budur ki, oxucuya bəlli bir təsəvvür verir. Məsələn, burada elmi dünyagörüşlə bağlı uzun bir məqalə var Cəlal Şəngöldən. Və ya burada bir bədiyyatın zərifliyinə dair, bədiyyatdakı gözəlliklərə dair söhbətlər var. Və ya burada fəlsəfi müdrikliklə bağlı, fəlsəfi müdrikliklə əlaqəlidir, kamilləşmə ilə bağlı düşüncələr var, müxtəlif filosoflardan. Və ya burada məsələn üçün, mənim Höte ilə bağlı bir neçə yazım var. Məsələn, Höte'yə gedərək, Höte'dən haralara gedib çıxa bilərsən, göndərmələr var və s. Yəni, kitabı əvvəldən axıra qədər diqqətlə oxuyan şəxs, əlbəttə qüsurlar olacaq, var qüsurlar, korrektiv qüsurlar, texniki qüsurlar var, müəyyən qədərdə və mən onlar üzərində işləmişəm yerdə. Oxuyan kəs bəlli bir dünya görüş mütləq şəkildə əldə edəcək, çıxış nöqtəsi olaraq. Yəni, deyək ki, mən burada
həm tərcüməçilik fəaliyyətimdən, həm yazarlıq fəaliyyətimdən müəyyən mənbələri birləşdirərək bir kitab ərsəyə gəlib öz-özlüyündən həm qəsdli, həm öz-özlüyündən və bu bəlli bir oxucuya dünya görüş verəcək bir kitabdır. Bəlli bir dünya görüş mütləq şəkildə verəcək bir kitabdır. Doğru ki, burada məsələn gələcəklə bağlı Michio Kaku var, məşhur fizik idi. İndi biraz məşhurluğu azaldı və mənə bir zamanlar məşhur fizik idi. Michio Kaku'nun məsələn bir esesinin bu hekayəsi var. Sonradan Michio Kaku bizim dilə tərcümə olundu. Burada bir hekayəsi var onun. Məsələn, o hekayə əslində bir nədir? Gələcəyə dair bir baxışdır, futuristik deyək də baxışdır. Sadəcə bir hekayədir, gələcəyə dairdir. Belə olub olmayacaq, gələcəyi göstərəcək. Amma yenə də gələcəyi simulyasiya etmək, gələcəyi modelləmək, oxucunun gələcəyi modellənməsi tərəfindən, o cəhətdən, o qabiliyyətini təkmilləşdirmək tərəfdən bu baxımdan da oxucuya kömək ola bilər, ləzzət verə bilər deyə düşünürəm. Yəni burada fəlsəfədən də nəsə çapacaq oxucu, bədiyyatdan da, elmiyyatdan da mütləq şəkildə nəsə tapacaq, bilgilənmə yaşayacaq burada. Bəlli bir aydınlanma, bəlli bir təsəvvür, bəlli bir dünya görüşü əldə edə bilər. Bu kitab satışda varmı dostlar? Mən bu kitabın, belə deyək, nə zaman alsam, məsələn, hansısa oxuculara hədiyyə kimi də verə bilərəm. Məndə rayonda var bu kitabdan. Amma əldə etmək istəyənlər, əldə etmək istəyən oxucular, məsələn üçün, bu kitab mən bildiyim qədərilə Nizamın muzeyi var Targovda. Onun altında bir kitab dükanı var, arxa hissəsində, bilənlər bilirlər. Oradan əldə edə bilərlər. Bu kitab orada var. Məsələn üçün, oradan əldə edə bilərlər. Başqa dükanlarda qalıbmı, qalmayıb, bilmirəm, amma orada dəqiq var. İstəyənlər oradan əldə edə bilərlər. Mən özüm də gələcəyə doğru hansısa oxuculara, sevimli oxucularıma hədiyyə verə bilərəm. Gələcəyə doğru bu kitabı, məmnuniyyətlə. Və bu kitabı əldə edənlərə də, alanlara da çox təşəkkür edirəm. Çox təşəkkür edirəm. Minnətdarım. Belə dostlar. Deməli, mənim xəbərim olmadan əldə edənlərə çox minnətdarım. Bu belə, bu ikinci kitabı idi. Sonra dostlar, nə kitabı çıxmışdı. Sonra biz çıxartmışdıq Şopenhauer Tərbiyəçi kimi kitabını. Bu mənim ən çox sevdiyim dostlar, fəlsəfə əsərlərdən biridir. Bunu biz uzun illər öncə şərh eləmişik. Uzun saatdan mən şərh eləmişəm. Bu, belə deyək, bu içində çox böyük enerji daşıyan bir kitabdır. Nietzsche'nin bu kitabı. Bu, əlbəttə, bütün bu kitablar nə üçündür dostlar? Bütün bu fəaliyyət nə üçündür? Bu, buna bir böyük belə, nə deyə bilərəm, buna böyük bir, ümid yükləmədən, deyə bilər ki, bütün bunlar nə üçündür? Yəni, bütün fəlsəfə, bədiyyat, bilgi nə üçündür? Mən düşünürəm ki, bunlar həm də daha azad, daha işıqlı, daha mənəvi, daha keyfiyyətli həyatların varlığı üçündürlər. Buna biz çox toxunmuşuq, çox söhbət eləmişik. İdealla bağlıdırlar. Məsələn, bu kitabın özü də, öz içində belə bir ideal daşıyır. Məsələn, bu dərləşmə kitabı. Öz içində, artıq öz-özlüyündə belə bir ideal daşıyır. Freydin bu kitabında da həmən ideallarla bağlı əlaqələr var, məsələn üçün. Görünür, bütün bu həm də bir tərəfdən də öz-özlüyündən ərzə yarılır. Öz-özlüyündən belə bir olmaz. Təbiət bəlkə o məsələləri həll edir. Hər şey təbiət yaxın. Bu da belədir, dostlar. Bu kitabın içində nələr var, nələr, yəni ki, onu biz şərh eləmişik saatlardan. Amma yenə də şərh edilə bilər. Bu kitab dəyərli ziyalılar və şəxsiyyətlər, bir ölkəni, bir dövləti, bir ölkəni, bir cəmiyyəti nə deyək buna ki, biz belə deyək ki, necə deyirlər, biraz belə küstah çıxmasın.
bir cəmiyyəti aydınladacaq, daha yaxşı, daha keyfiyyətli edəcək, daha işıqlı edəcək şəxsiyyətlər yaradıcı bir kitabdır bu dostlar. Yəni bunun içində böyük bir enerji yatır, böyük bir mədəniyyət yaradıcı enerji yatır, mənəviyyat yaradıcı, mənəviyyatları təkmilləşdirəsi enerji yatır. Bu kitabın içində böyük ölçüdə. Yəni bu bir çox ciddi, dəyərli, böyük filozofun səhət etdiyi bir kitabdır. Nələr var, nələr, hələ şərh eləmişik, yenə də şərh ola bilər. Amma satışda olmadığını bilmirəm dostlar. Bəlkə də nə zamansa, satışda yoxdursa, nə zamansa bu yenə də çap oluna bilər. Bu belə bir kitabdır, bu da çox sevdiyim kitablardan biridir və bunu da sevə-sevə hər şeyə gətirdim. Nələr yadıma düşür dostlar, nələr. Sonra nə idi? Sonra Həyat Müdrişli aforizmlər idi dostlar. Bu Aturan yayınlarında çıxır. Aturan yayınlarından Rasim bəyə minnətdarlığımı bildirirəm. Bu kitabların hər şeyə gəlməsində onun böyük rolu var əlbəttə. Onun həm də istəyi ilə, həm də onun razılığı ilə oldu. Minnətdarım, təşəkkürümü bildirirəm. Bu da çox dəyərli kitablardan biridir. Fəqət dostlar, bu kitablar üzərində yenidən biz korrektə baxımından işləyə bilərik. İşləyə bilərik. Mən da bunlara toxunmuşam. Gələcəkdə də əgər əlbəttə talih yar olarsa, bu kitabları biz hansısa bir yoldaşlarla yenidən yaxşılaşdıra bilərik. Lazımdır, mən düşünürəm, gələcəyə doğru. Bu kitabı dostlar, mənim ən çox sevdiyim kitablardan biridir. Hazırda da belədir. Bu, bəlli bir dünya görüşün, Schopenhauer'un dünya görüşünün ifadəsidir, bəlli tərəflərin ifadəsidir və Schopenhauer haqqında biz çox danışmışıq. Burada nələr var bu kitabın içərisində. Biz şərh eləmişik onu, yadınızda sadiq oxucular bilirlər. Saatlarla şərh gedib. Nə söhbətlər var orada, hələ əlavə söhbətlər var orada. Yenə də şərh oluna bilər, çox zaman hətta buna qayıtmaq olar. Bu, Dostoyevski kitablarının olması bir kitabdır. Həm hər qəbildən olan oxucu oxuya bilər bu kitabı, buradan bəhrələnə bilər. Xüsusən yaradıcı şəxsiyyətlər üçündür. Xüsusən onlar üçündür bu. Çünki çox dünya görüşünü verib də, bu da Schopenhauer ümumi dünya görüşünü verib. Üstəlik bu kitabların həm də içində bilgəlik payı var. İnsanı kamilləşdirici enerji var. O cəhətdən, üstəlik üslub cəhətdən, çox da olmuşuq bu arada, üslub cəhətdən, dil imkanları cəhətdən, estetik zövqü formalaşdırma cəhətdən, Nietzsche'də, Schopenhauer'da əla yazıçılardılar həm də. Estetik zövqü formalaşdırma cəhətdən, çox cəhətlərdən, çox yetişdirici xüsusiyyətlər cəhətindən bu kitabların əhəmiyyəti böyükdür dostlar deyə düşünürəm. Amma Schopenhauer'un çox açıq, həqiqətpərəst, dünya ilə bağlı dərin dərkatını dilə gətirməkdə heç tərəddüd etməyən bir filosof olduğunu unutmamalıyıq dostlar. Bir mədəniyyət xadimi olduğunu unutmamalıyıq. Amma bunun, necə deyirlər, mənfi tərəfləri heç, mən dırnaq arasında bilən bunun müsbət tərəfləri qat-qat çoxdur. Çünki həqiqətləri, həyat həqiqətlərini ən azından öyrənməyə çalışmaq, bilməyə çalışmaq və buna uyğun olaraq bir həm şəxsi, həm ümumi sistem yaratmaq əslində hər kəsin xeyrinədir. Əslində son nəticədə hər kəsin, ümumi cəmiyyətin, ümumiyyənin xeyrinə ola bilər dostlar. Belə. Və bu məsələni qurulmaq əsas məsələdir. Bu, həm də yazarlar üçündür. Yəni, mən filosoflar, əslində yazarlar da, hamısı yazıçıdırlar. Filosoflar da, ədəbiyyatçılar da, bunlarda bənzərliklər var. Çox danışırıq bu arada. Yazarlar üçün də çox əhəmiyyətlidir. Bizim gələcəyin filosoflarımız üçün, mütəfəkkirlərimiz üçün, yazıçılarımız üçün, hətta elm xadimlərimiz üçün, ictimai siyasi xadimlərimiz üçün, hər qəbildən olan ziyalılar üçün, oxucular üçün
tamaşaçılar üçün çox əhəmiyyətlidir bu kitabların, həm də dili dostlar, strukturu. Çünki Nietzsche və Chopin çox yaxşı yazıçılardır. O cümlədən Dərləşmə kitabında da mən bura çoxlu gözəl yazıçıların mətnlərini salmışam. Həm də buna görə salmışam ki, mən oxucuları həm də biz onlara yönəldək, onlarla əlaqəyə girsinlər, onlardan bəhrələnsinlər, onlardan motivasiya alsınlar. Bütün bunlar dostlar nə üçündür? Yəni daha deyim kimi işıqlı cəmiyyətlərin yaranması üçündür dostlarlar hamısı. Biz əlbəttə onları tam, mükəmməl, kamil şəkildə yerinə yetirə bilmirik. Qüsurlarla doğulu insanlarıq. Amma hər halda ideala can atmaq olaraq bu öz təsirini, öz aktuallığını həmişə göstərir, həmişə qoruyur. Məsələn üçün, burada biz Alain Robbe-Grier'dən var, Vladimir Nabokov'dan var, Jonathan Swift'dən var, Michel Montaigne'dən var, Blaise Pascal, bu kimi sənətkarlardandır. Hamısı sənətkarlardır dostlar. Mətnlər var. Onları həm də oxumaq nədir? Həm də sənin yazma qabiliyyətini inkişaf elətdirir, danışma qabiliyyətini inkişaf elətdirir, estetik təfəkkürünü inkişaf elətdirir, bədiyyatdan, fəlsəfiyyatdan həzz almaq qabiliyyətini inkişaf elətdirir ki, bu əslində bizim, əgər biz bunu alırıqsa, biz bunu yaşayırıqsa, əslində yer üzərindəki varlıqdakı hətta ən yüksək həzdən ləzzət alırıq. Bunun bayaqda toxunmuşuq buna dostlar. Sonraki kitab nə idi? Sonra Damlalar. Damlalar kitabı var idi dostlar. Mənim digər kitabımdır. Bunlar nədirlər dostlar? Biz gəlirik bu məsələyə. Məsələ belədir dostlar. Həm də bununla oxuyum. Məsələn, deyək ki, budur, dərləşmədə deyək ki, Damlalar, düzdür, bu iki kitabdır. Bunlar iradə dünyasının, yəni müəllifin, şəxsən məsələn mənim, varlığımın parçalarının ifadəsidir. Biri bir tərəfimin ifadəsidir. Və o tərəfim ifadə olunarsa, müəyyən məsələlər orada həll olunur. İntellektual məsələlər həll olunur. Bu kitab başqa tərəfimin ifadəsi idi. Müəyyən məsələlər həll olundu. Bu kitab bir, necə deyirlər, məsələn üçün, sənin öz ölçündə bir aşmadır. Mənəvi, zehni bir aşmandır. Bunu ilham verir, təbiət sənə ilhamı verir ki, mən məsələn təbiətlə işləyən müəlliflərdənəm, birbaşa təbiətlə işləyən, yəni başqa heç nəyin mənim üzərində təsir olmur, birbaşa təbiətin olur. Bu təbiətlə ilham iradə şəklində özünü göstərir, sonra bu özə çıxır və sən varlığından bir parçanı bura verirsən. Deyək ki, bu kitaba verdin. Bir parça bu kitaba getdi. Başqa bir parça, başqa bilməyəm, bu kitabda ifadə olunub. Bu kitabda dostlar özündə, məsələn, danışmışıq, fəlsəfi, bədi, elmiyyatı bəlli hədlərdən ifadə edir. Müəyyən məsələlərin öz çapında çözümü var. Bu kitabın satışda varmı dostlar, bilmirəm. Bəlkə də kitab evimdə, bəlkə də ola bilər olsun. İstəyənlər əldə edə bilərlər kitab evimdən. Bu da həm bədiyyat, həm fəlsəfiyyat, həm elmiyyat var. Bəlli bir məsələnin həll olunması var burada. Bunlar hər biri, bu kitabların hər biri dostlar, hamısı, deməli hamısı Freyd'i müəyyən qədər istisna eləmək var, amma onunla başqa hamısı da Freyd'in də müəyyən hissələrini əlavə eləmək var. Hamısı bəlli bir instinktin ifadə etdiyi işlərdir, bəlli bir instinktin diktə etdiyi işlərdir. Və bu nə ilə bağlıdır? Həm də gələcəyin ziyalılarını instinktiv olaraq düşünsən və onlar üçün həm də bu işləri görürsən. Bu kitabda bu baxımdan bir çıxış nöqtəsi olaraq da hesab oluna bilir. Burada da estetik məsələlər, bədiyyat məsələləri, elmi baxış məsələsi, elmi baxış və bədiyyat məsələsi, elmi baxış və fəlsəfiyyat məsələsi bəlli hədlərdən çözülüblər. Burada məsələn üçün, mən bunun üçün Schopenhauer'dan, Flaubert'dən istifadə eləmişəm. Həm də onlardan istifadə eləmişəm. Çox söhbət gedə bilər bu barədə. Yaxşı oxucu buradan çoxlu mövzular, məlumatlar çıxara bilər.
Amma unutmaq olmaz ki, dostlar, burada yayma məsələsi var. Yəni, məsələn, bu mənim varlığımın sadəcə bir tərəfidir. Tamam. Həm də bunu ümumən deyirəm. Oxucu, müəllif, tamaşaçı, müəllif münasibətləri üçün deyirəm. Bu deyək ki, mənim varlığımın bir tərəfidir. Bu mənim varlığımın bir tərəfidir, iradə dünyasının. Bəlkə də artıq indi olmayan, keçmişdə qalan varlığımın bir bölümüdür. Ona görə də məsələn, deyək ki, bu kitabı oxuyaraq bir təsəvvür əldə etməyin mənim haqqında, məsəl üçün, müəllif haqqında doğru deyil əslində. Sən gərək həm də bunu oxuyasan, bu məsələ var da, həm bunu oxuyasan, həm bunu oxuyasan, həm bunu oxuyasan, həm o Schopenhauer oxuyasan ki, tam mümkün qədər ümumi bir təsəvvür əldə olunsun. Üstəlik biz bu haqqında danışmışıq axı, çox saatlarla danışmışıq, orada nə qədər şifahi söhbətlər var. Onları biz yazılı şəklə salsan, belə görün, nə qədər mətn çıxar oradan, nə qədər mətn çıxar. Onlar da var da, yəni geniş və ümumi şəkildə ələ almaq lazımdır. Yəni, müəllif haqqında təsəvvür bir kitabla formalaşa bilməz. Bir kitabda sənin varlığının bir bölümü verilir. Başqa kitabda başqa bölüm verilir. Bir kitabda bir məsələ həll olunur. Başqa kitabda başqa məsələ həll olunur, dostlar. Bir fəlsəfi yanaşmadan öncə bunları nəzərə almaq lazımdır. Görürsünüz, yeni söhbətlər ortaya çıxır. Sonra nə gəldi, dostlar? Sonra nə gəldi? Baxar görürlər nələr var. Bu kitablardan sonra deməli gəlir ki, həyatın yarı və qərarı bağlı yadınıza gəlir. Biz saatlarla bu kitabı şərh eləymişdik, dostlar. Hələ də qalıb şərh eləməyə. Heç gəlin bu kitabını, bu bir dəryadır. Bunu da çox böyük zəhmətlə ərsəyə gətirmişəm, dostlar. Amma da üstündə yenə də işlər gedə bilər. Bu dərya bir kitabdır. Nietzsche'nin ən çətin mətnlərindən biridir mənə görə. Alatron yayınında çıxdı. Yəni də Rasim bəyə minnətdarlığımı bildirirəm. Hələ biz 47-ci səhifədə qalmışıq. Saatlarla şərh eləmişik. Sədaqətli oxucular bilirlər bunu. Burada da dostlar, yazı tərzi, yazı məsələsi, dinlə bağlı məsələlər, Azərbaycan dilinə verilməyə çalışılan töhfə, əlbəttə başqa yazıçılar, başqa işlərimizlə birlikdə burada çox danışmışıq. Az danışmamışıq, yəni bu barədə başqa müəlliflərin, başqa tərcüməçilərin işləri ilə bağlı. Bu da Azərbaycan dilinə verilən bir töhfələrdən biridir, ən azından. Azərbaycan dilinin elastikliğini artıran, fəlsəfi, qıvraqlığını artıran işlərdən biri sayıla bilər. Bu da satışda olmamış olmazdır, amma çox çətin yox, çox ağır bir mövzuda, çoxlu mövzular olan, şaxalanaraq çox genişliyə yayılan, çox halalar aparıb çıxardan bir kitab olduğunu unutmamaq lazımdır, dostlar. Diqqətli oxucu diqqətli olmalıdır, oxucu müəyyən baza sorulmalıdır ki, bu kitabı belə deyək, mümkün qədər aydın şəkildə qəbul edə bilsin. Bu da mən çox dəyərli işlərindən biri hesab edirəm. Çünki bunun içində dediyim kimi mədəniyyətin qorunması var. Mənəvi mədəniyyətin qorunması, həqiqi şəxsiyyətlərin, həqiqi ziyalıların, həqiqi aydınların qorunma imkanları var burada. Biz hələ şərhi axıra çatdırmamışıq. Axıra çatdırılanda, sağ olsun, bəlkə də çatdırılacaq. Biz bunu danışacaq bu barədə. Burada sənətin, fəlsəfənin, düşüncənin, insaniliyin qorunma imkanları həm də göstərilir ki, bunlar çox əhəmiyyətlidirlər dünya üçün, sənətlər, insanlar üçün, cəmiyyətlər üçün, ilk kitabda şəxslər üçün, şəxsiyyətlər üçün, cəmiyyətlər də fərdlərdən ibarətdir. Bunlar hamısı əlaqəli şeylərdir. Onda çox böyük rolu var, dostlar. Sonra nələr var burada? Yer üzünün Əsilzadələri kitabı, dostlar. Burada bunlar üzərində də müəyyən korrektə işləri gedə bilər. Bunun üzərində də gedə bilər, dostlar. Çünki mən bəlli kitablarda yaxşı özümə korrektor, redaktor tapa bildim. Yəni də yaxşı işləyə bildik, amma mənə həmişə buna ehtiyacım olur, həmişə. Dinlə bağlı, dediyim ki, müəyyən problemlərim var, öz dilimizlə də bağlı var və davamlı öyrənəcəm, ona görə həmişə ehtiyac duyuram. Zamanla bu məsələlərin həll edilə biləcəyini düşünürəm. Bu Yer üzünün Əsilzadələri kitabı, dostlar, bu da mənim
Şopenhauer'dan, Borges'dən, Nabokov'dan seçmə mətnlərin tərcümə etdiyim seçmə mətnlər çap olunublar. Bu da gözəl kitablardan biridir deyə düşünürəm. Mənim bu özümə uyğun olan fəaliyyətimin gözəl kitablarından biridir. Burada biz də buradakı bütün mətnləri mən şərh eləmişəm. Bütün mətnləri şərh eləmişəm. İstəyənlər baxa bilərlər. Orada çoxlu bədii, fəlsəfi məsələlərin həllini vermişəm. Öz mənəvi mədəniyyətimdən bağlı, öz oxucularım üçün, öz gələcək tamaşaçılarım üçün, öz oxucularım üçün, öz ardıcıllarım üçün, əgər olacaqlar nə zamansa, onlar üçün müəyyən bir xeyli çözüm yollarını göstərmişəm dostlar burada. Bu kitab da mənə bu baxımdan kömək olub. Mənim üçün əziz kitablardan biridir, amma burada mətnlər düzəldiliblər. Bir çox şeylər daha da təkmilləşdiriliblər və onlar etika üzərində kitabı və yenidən çap olunublar. Bu kitabın PDF variantı da var dostlar. Kitab Yurdum saytından tapıb yükləyib oxuya bilərsiniz. Qayət oxuna bilər, amma müəyyən şeylər sonradan düzəldiliblər və yenə də təkmilləşmə gedə bilər. Burada başqa nə deyəcəkdim? Hələ bunlar, bunlar bəs edir. Bunun satışda var mı? Dəqiq bilmirəm dostlar, bu satışda var yox. Amma Kitab Yurdundan istəyən olsa yolu düşəndə soruşa bilər. Yer üzündən sizə də bəlkə də orada qalıb. Amma mənim özümdə artıq yoxdur. Bəlkə də nə zamansa çap oluna bilər yenidən. Sonra gəlir Bəstəxorun aləmi, dostum Bəstəxorun aləmi. Bu da dostlar bir strukturun, bir cismani, ruhi, mənəvi strukturun ifadəsidir. Bir tərəfdən ifadəsidir. Bax, məsələn üçün, dediyim kimi, bu bir tərəfdən ifadəsidir. Bu başqa tərəfdən ifadəsidir. Bu başqa tərəfdən ifadəsidir. Ona görə, məsələn üçün, deyək ki, sən bir müəllif haqqında yetərincə geniş, əhatəli bir qənaət əldə etmək istəyirsə, ən azından bu üçünü oxumalısan. Ən azından bu üçünü oxumalısan ki, tam şəkildə bir səndə qənaət hasil olsun. Bu məsələlər var. Bu da bir parodik oyunbazlıqdır. Burada da çox, nə deyəlim, mən bu kitabdan bir çox şeyləri şərh eləmişəm. Amma yenə də şərh oluna bilər. Oxucu buradan çox-çox uzaqlara gedə bilər. Özüm deyə bilərəm ki, dərindən nə vararsa mətnin çox uzaqlara gedə bilər və bu da oyunbaz filosoflar, oyunbaz sənətkarlar yarada biləcək potensialda olan bir kitabdır. Ən azından bəlli bir dünya görüş, ən azından bəlli bir intellektual oyun ortaya qoyur bu kitab. Çox danışmaq olur, amma aslında mən danışmamalıyam, amma geniş danışmamalıyam, amma işlərin barədə məlumat verə bilərəm. Bu da belə bir kitabdır, amma bunun üzərində də işlər gedib, mən zaten bunun üzərində işləmişəm yenidən və gələcəkdə çap olunarsa, yenidən daha yaxşı variantda çap oluna bilər. Bu da Kitab Yurdunda var dostlar, istəyənlər yükləyib oxuya bilərlər. Bu hər üçü dostlar, o özgün kitablar, özgünlükləri olan kitablardır. Və bir kitabın özgünlüyü onu xilas eləməyə bəhs edir. İdeal manada xilas eləməyə bəhs edir. Bir kitab özgündürsə, artıq o başqa kitablardan fərqli kitabdır və oxucu oxuyarsa, orada yeni başqa aləmlər kəşf eləyə bilər. Başqa baxışlar, məsələyə fərqli tərəfdən yanaşmaq kəşf eləyə bilər ki, bu yaxşı oxucular üçün dəyərsiz nemətdir. Belə dostlar, bunu da Kitab Yurdunda istəsiz əldə edə bilərsiniz. Satışda da bu olmalıdır, deyəsən, Kitab Yurdunda olmalıdır və yaxud Tariyel bəydə olmalıdır dostlar. Tanıyorlar oxucularımız Tariyel bəy. Olmalıdır, istəyənlər ondan əldə edə bilərlər. PDF variantını oxuya bilərsiniz. Sonraki işimiz nə idi? Casusuydu, casus povesti. Biz bu haqda çox danışmışıq. Nabokovun ən sevdiyim müəllifdir. Qeyd etdiyim yeganə müəllif var, danışmışıq Nabokovun. Nabokov bir Pleyadanın növbəti nəhəng nümayəndəsidir. Nabokov haqqında çox danışmaq olar. Nələr danışmışam, xeyli yeni danışa bilərəm. Mən bu ən sevdiyim məsələdən biridir. Ən sevdiyim məsələlərdən biridir. Bax, çox danışmışıq. Yeni danışacaq, bəlkə də
görək zaman necə məsələ necə həll olunur. Bu gedişat necə olur? Yəni danışacağıq bu kitab barədə dostlar. Şərh eləməkdə idi, düzdür, şərh eləməkdə idi. Şərh eləyərkən nələr danışmışıq, yadınıza gəlirsə. Baxın, mən bəlkə hər şeyi demişəm. Bunun da PDF variantı var, kitab yurdundan istəyib, yükləyib oxuya bilərsiniz dostlar. Zamanla yenə də barəsində danışacağıq. Daha sonraki kitab etikaya dair kitabıdır. Bu haqda çoxlu şərhlər gedib. Yadınıza gəlirsə, bu kitabında da xeyli şərhlər vermişik. Bu kitabda Schopenhauer'ın esseləri, etdiyim esseləri, kitab bu yer üzünün əsas örnəklərində var olar. Onlar daha da çoxaldılaraq Schopenhauer'ın əsas etika üzərinə mətnlə birlikdə bu kitabda çap olunublar. Bu da çox dəyərli dostlar. Mənim dəyərli saydığım işlərdən biridir. Biz bunun şərhini vermişik. Müəyyən hissələrini yenə də şərhini vermək olar. Burada çox əhəmiyyətli məsələlər həll ediliblər Schopenhauer. Çox əhəmiyyətli məsələləri. Həyatın ümumi metafizik mahiyyəti ilə bağlı məsələləri, bilgi məsələsini, savad məsələsini, mənəvi məsələləri burada Schopenhauer öz yanaşmaları ilə, öz fəlsəfi dünya görüşü ilə uyğun olaraq həll etməyə çalışıb. İstəyənlər alıb, oxuya bilər. Satışlar olmamış deyil dostlar. Mən bildiyimə görə kifayət qədər alınan kitablardan biridir. Bunu da oxuya bilərsiniz dostlar. Növbəti kitabımız buydu və mən bunu da çox öz fəaliyyətimin dəyərli işlərindən biri hesab edirəm. Amma əlbəttə bu kitabların hamısı üzərində yenidən işlər gedə bilər dostlar. Yenidən biz işləyə bilərik. Beləliklə və yeni bir kitabça dostlar. Biz bu aralar bir kitabça da çıxartdıq. Yeni bir kitabça da çıxartdıq. Bu Perqament nəşriyyatında ərsəyə gətirildi. Çox minnətdaram. Mən bu kitabın ərsəyə gəlməsində İlkin bəyə minnətdaram. Kosmos nəşriyyatının direktoruna. Və burada da Elçin bəyə minnətdaram. Bu Perqament nəşriyyatında çap olundu. Yeni bir kitabçadır, amma içində böyük enerji daşıyan bir kitabdır dostlar. Burada mən deməli biz bu kitab üzərində dəyərli bizim ziyalımız Nadir Qocabəyli ilə işlədik və yaxşı bir kitab ərsəyə gətirməyə çalışdıq. Həcmi kiçik, amma əslində daxili aləmi böyük bir kitab ərsəyə gətirməyə çalışdıq. Mən deməli dünya müdrikliyindən seçmə düşüncələr seçirdim. Onları tərcümə edirdim və bir yerə qeyd edirdim. Onları kitab şəklinə çıxartmağa çox əhəmiyyət çatdım. Çünki kitabın belə necə bir sehirli bir gücü var dostlar. Kitab, mən düşünürəm ki, kitab əbədidir. Mən belə düşünürəm. Kitab əbədidir. Bu şəkildə kitab əbədidir. Məsələn, mən Kindle-da oxumuşam tutarlarla. Bir elektron variantda oxuyuram. Heç bir kitabın yerini verə bilməz. Çünki kitab, kifayət qədər bu söz demək olar. Hər durumda, hər şəraitdə, hər yerdə keçərlidir. Çox güclüdür. Həqiqilik və həqiqət kimidir. Yəni, hər yerdə keçərlidir, hər yerdə möhkəmliyini qoruyur. Yəni, sən məsələn üçün bunu götürüb, haralara gedə bilərsən, ilahi. Sadəcə kitabı götürərsən, belə tutarsan. Gözəl varlıqlar kimi, kitabı belə tutan. Gözəl varlıqlar kimi. Hər yerə gedə bilərsən. Meşəyə gedə bilərsən, çaya gedə bilərsən, çay qıraqı, dəniz qırağına gedə bilərsən. Dünyanın müxtəlif şəhərlərinə gedə bilərsən. Başqa planetlərə gedə bilərsən. Sadəcə kitabla bunu edə bilərsən. Yəni, sənə orada başqa heç nə lazım deyil. İdrakin, qəlbin, ruhun, zehnin, ruhun və kitabla birlikdə hər yerə gedə bilərsən. Və hər yerdən mənəviyyatı və zehnini çiçəkləndirə bilərsən. Kitabın belə bir əvəzsiz gücü var. Əvəzsiz, yəni kitab əbədidir. Bu kitab əbədidir. Yəni, elektron da oxuya bilərsən, PDF də oxuya bilərsən. Çox super istifadəli texnoloji yeniliklərdən, amma kitabın qiyməti əvəzsizdir. Ona görə biz bunu kitab şəklində çıxartmağa çalışdıq dostlar. Bu hələ ki satışda yoxdur, amma mən satışda olanda məlumat verəcəyəm. Əlbəttə, oxucuların bu kitabı alması mənim üçün də çox xeyirli olar, alsalar çox yaxşı olar.
Amma gücüm çatdıqca hədiyyə də verə bilərəm. Hansısa oxuculara, sevimli oxuculara, istəyən oxuculara hədiyyə də verə bilərəm. Amma alınsa da çox yaxşı olar, çox gözəl olar. Mənə də köməkliyi olar bunun. Bu kitab, dostlar, nələr burada var? Burada bu kitab haqqında danışa bilərəm. Müəyyən qeydlərim var. Gəlir zəhrimə spontan danışdığım üçün. Dostlar, bəzi şeyləri qeyd edeyim ki, sonra yadıma çıxmasın da. Yadıma çıxmasın. Yadıma düşsə deyəcəm, dostlar. Nədir məsələn? Bu kitabda bu kitabın elektron variantlarını tapa bilərik. Bu kitabın PDF variantı da ola bilər, amma kitabın öz bu şəkildə olması daha bilirsiniz, əvəzsizdir dediyim kimi. Yəni sən hər yerə gedib baxırsan, həm yüngüldür, həm rahatdır, həm çapı qəşəngdir. Mən Elçin bəyə çox minnətdarlığımı bildirirəm köməyi üçün, xoş münasibəti üçün. Perqament nəşriyyatı düzdür. Perqament nəşr evində çap olundu bu. Nəşr evində çap olundu. Bu kitabın içində nədir dostlar? Burada kitab düşüncələrdir. Deməli, bir çox cəhətlərdən əhəmiyyətli nədir bu kitabın? Biz bayaqda məsələn mənəvi mədəniyyətdən danışırıq dostlar. Mənəvi mədəniyyət nədir? İnsanın özünü insan kimi yetişdirməsi ilə düşüncəsini, təfəkkürünü, xəyallarını, dolayısıyla həyat sevincini təkmilləşdirməsi ilə bağlıdır və çoxlu xüsusiyyətlər var. Yəni, o məktəblə məsələsinə əlaqədir. Məktəb nədir? Bizi yetişdirir. Amma məsələ təkcə məktəblə məhdudlaşmır. İnsan bütün ömrü boyu əslində təhsillənə bilər. Hər kəs öz imkanları çərçivəsində təhsillənə bilər, təhsillənməlidir, özünü təkmilləşdirməklə məşğul olmalıdır. Bu kitab da bunu hədəfləyir dostlar, əsas etibarilə. Məsələn, bizim deyək praktik həyatımız var. Biz praktik həyatımızda problemləri həll etməliyik, özümüzün qeydinə qalmalıyıq, ailəmizin qeydinə qalmalıyıq, yaxın insanlarımızın qeydinə qalmalıyıq, gücümüz çatarsa başqalarının qeydinə qalmalıyıq, düzdür? Bunları eləyəndən sonra sən bir bəlli, deyək ki, mərhələyə keçsən. O mərhələdə artıq insaniyyətinlə məşğul olmağa başlayırsan, düşüncənlə məşğul olmağa başlayırsan, daha insani, mənəvi işlərlə məşğul olmağa başlayırsan. Bax, bu kitabda elə bunların hamısı kimi demək olar ki, o məramı hədəfləyib dostlar, məramı hədəfləyib. Burada mən deməli dostlar, dünya müdrikliyindən və bilgisindən, bilgi aləmindən seçmə düşüncələr var. Fəlsəfi, bədi düşüncələr. Onları çevirmişəm və burada ifadə olunublar, əks olunublar. Dilində Nadir bəylə, Nadir Qoçavəli bəylə bunu işləmişik. Ona da çox minnətdarlığımı bildirirəm ki, bu kitabın üzərində işləməyi qəbul etdi. Çox təşəkkür edirəm. Və mənə köməyini əsirgəmədi. Buradakı məndə olan düşüncələrdir dostlar. Mən elə bir ki, düşüncələri qeyd etmişdim. Və müəlliflər kim göstərilmişdirsə, hansı oxuduğum mənbələrdə kimlər göstərilmişdilərsə, onları ifadə eləmişəm. Fəqət bunun elə bir böyük təfavütü yoxdur deyə düşünürəm. Əsas olan düşüncənin özüdür və müəlliflər kimlər göstərilibsə, onların özləri də əslində dəyərli müəlliflərdir. Oxucu onlara yönələ bilər və onların yaradıcılığına daha geniş şəkildə tanış ola bilərlər. Kitab həm də bu baxımdan əhəmiyyətlidir. İkinci məsələ odur ki, dostlar, burada bir bütövlük məsələsi var. Yəni biz buna toxunmuşuq, bizim ümumi hər birimizin, Azərbaycanlıların, hətta dünya insanları da aslında bu şəkildə fəaliyyət göstərmək, mövqe tutmaq ehtimalları var, imkanları var. Amma ümumən bizdən danışıraqsa, Azərbaycandan danışıraq, bütün bu işlərimiz nədir? Bizim bir xalq üçün, biz sonrasında hər şeyi xalq üçün eləyirik. Nə əlimizdən nə gəlirsə, nə eləyirsə, onu xalq üçün eləyirik əlbəttə. Xalqın necə deyərlər, səadəti üçün eləyirik. Əlbəttə, biz bunu əsasən bunun üçün eləyirik. Son nəticədə odur da, onun üçündür.
Amma məsələn bizdə nədir? Biz Azərbaycanlılar necəyik? Biz dünyanın müxtəlif həmişə toxunmuşuq məsələyə, müxtəlif mədəniyyətlərini əks edə biləcək gücdəyik. Elədir bizdə o potensial var və bunu çox dərinləşdirmək, genişləndirmək, yaymaq olar və s. Zaten bu çox danışılır. Çox başqa bizim müəlliflərimiz, ziyalılarımız, intellektuallarımız danışırlar bu barədə xeyli. Bu kitabda zənn edirəm o silsilənin bir kiçik yeni mərhələsidir və ya yeni bir ona töhfədir. Kiçik bir töhfədir o silsiləyə bu kitabda. Yəni necə? Məsələn mən bu kitabda dünyanın müxtəlif yerlərinin bilgəliyindən örnəklər vermişəm. Müxtəlif yerlərinin, qərbinin də, şərqinin də, cənubunun da, şimalının da bilgəliklərindən örnəklər vermişəm. Həm xalq bilgəliyindən, həm müəllif bilgəliyindən örnəklər vermişəm. Üstəlik burada demək olar bütün müəlliflər böyük sənətkardılar. Mən həm də oxucunu onların fəaliyyətinə göndərirəm. Başqa tərəfdən dili öyrənmək baxımından, Azərbaycan dilini yazmağı, düşünməyi, öyrənmək baxımından da bu kitab əhəmiyyətli bəlli bir əhəmiyyəti var bu kitabın. Estetik zövq olaraq bəlli bir əhəmiyyəti var və ən əsası işıqlandırıcı, nəcibləşdirici, kamilləşdirici effekti var bu kitabın dostlar. O effekt var, amma bizim bundan hara qədər yararlanırıq, hara qədər yararlana bilmirik, nəyi bacarırıq, nəyi bacarmırıq, hara qədər nəyi bacarırıq, ondan sonra ki bizim gücümüz, imkanlarımız çərçivəsində deyil, onlar sonraki mərhələdir. Amma əsas etibarilə bu enerji bu kitabın içində var. Burada çoxlu aydınladıcı düşüncələr var. Amma burada dünyanın müxtəlif yerlərinin filosoflarından, yazıçılarından, mütəfəkkirlərindən örnəkləri var. Bilgəliklərindən örnəklər var. Məsələn, sənətkarlardan düşüncələrindən örnəklər var. Onlar həm də estetik zövq üçündülər. Hər biri yaxşı yazar olduğu üçün, aydın, anlaşılır yazdığı üçün zənn edirəm düşüncələr hamısı təmiz və aydındılar. Bunlar oxucuya çox kömək ola bilərlər. Və burada bir pleyada məsələsi var dostlar. Bəşəriyyətin bir mənəvi mədəniyyət pleyadası var da belə deyək. Burada da o sıralama nəzərdə tutulub. Yəni məsələn, biz keçmişdən bu yana gəlir. Platondan burada örnək var, Aristoteldən var, sonra nə bilim Angelis Silesius'dan var, məsələn Buddizmdən var bir düşüncə. O gəlib Joyce'dan var, 20-cəsi gəlib, yəni 19-cu Flaubert'dan var, Nabokov'dan var. Bu şəkildə bir pleyada var. Yəni o pleyadanın mədəniyyət xadimlərindən düşüncələr var burada. O da qorunmaya çalışılıb. Müxtəlif mövzularda, məsələn, etik mövzularda var, estetik mövzuda var, bilgi mövzusunda var. Burada insanın özünü kamilləşdirməklə bağlı mövzuda var. Yəni bir oxucu bu kitab, əlbəttə sərt həqiqətləri var, bəzi Schopenhauer'da sərt həqiqətləri var, onlar da var, o da lazımdır. Yəni hər birinin özünə məxsus dühası var və hər birinin özünə məxsus dühasından yararlanmağın yeri var dostlar. Bir-birinə bənzətməyə ehtiyac yoxdur müəllifləri. Bu da var. Çünki məsələləri müxtəlif tərəflərdən baxa bilərsən. O da var, məsələn üçün deyək ki, bax, məsələsi var, Seydəni də oxuyub, bax. Dərin çay ona daş atılmasından qəzəblənmir. Eynisi insana da aiddir. Əgər insan ona edilən təhqirdən qəzəblənirsə, onda o çay deyil, çirkli gölməçədir. Məsələn, Lev Tolstoy. Bu düşüncə nə üçündür? Məsələn, bax, biz özümüzü təkmilləşdirmək üçündür. Təhqirdən acıqlanmamaq, qarşı tərəfin təhqirindən, acılı münasibətindən acıqlanmamaq, amma başa düşməyə çalışmaq, nə zamansa onun bir çox şeyləri özünün dərk edəcəyini gözləməyə çalışmaq, ona da sevgi ilə yanaşmaq, mümkün qədər sevgi ilə, anlayışla yanaşmaq, rəğbətlə yanaşmaq. Yəni, bəlkə də bunun ona hansısa təsirlər ola bilər. Məsələn, sizin düşüncələr burada belə aydınladıcı, kamilləşdirici, mənəviləşdirici effektləri var. Və ən əsası həqiqilik məsələsi dostlar. Bütün bu müəlliflərin hamısı demək olar, hamısı həqiqi müəlliflərdir, işlədiyi müəlliflər. Çünki ancaq o həqiqilik bir məsələni
həqiqətən çözə bilər. Ancaq o həqiqilik bir problemin öhdəsindən gələ bilər, ehtimalı çoxdur. Ancaq həqiqiliklə biz həqiqi dəyərlər yarada bilərik, həqiqi idealları qorumağa çalışa bilərik. Bu məsələ həqiqilikdən alır. Ona görə buradakı bütün müəlliflər orijinal müəlliflərdir. Mən həmişə onlarla işləyirəm. Orijinal müəlliflərdir və onların mütləq şəkli içində həqiqilik qığılcımı var. Dolayısıyla kitabın içində böyük bir enerji var, kamilləşdirici enerji var. Həqiqilik potensialı var. Həqiqilik olarsa, yaratdığımız dəyərlər də həqiqi olar. Ən azından buna çalışarıq. Həqiqilik olarsa, sevincimiz də, kədərimiz də həqiqi olar, təmayülümüz də həqiqi olar və effekt də həqiqi gerçək olmaq yolunda irəliyə addım atar. Bu məsələlər var. Buna diqqət etmək lazımdır. Sonra məsələn üçün, məsələn burada nə var? Bax, gözəl bir sözdür məsələn üçün. Xeyirxahlıq həyatı bəzəyir, bütün ziddiyyətləri həll edir, qarışıq məsələləri aydınlaşdırır, çətin şeyləri asanlaşdırır və qaraqabaq şeyləri sevincə çevirir. Lev Tolstoyun sözüdür bu. Yəni, görürsünüz, xeyirxahlığın dəyərini, gözəlliyini göstərir burada. Nələr bizə, necə işıqlar gətirə bilər. Bu şəkildə düşündürücü, hər yerə apara bilərsiniz. Müxtəlif yerlərdə, dincələndə belə oxuya bilərsiniz. Evdə oturanda belə məsələn üçün götürüb axşamlar özü üçün oxuna bilərsiniz. Bugün mənəvi mədəniyyət əks etmək bizim əsas təməyyüllərimizdən biridir insan olaraq. Başqa heyvanların məsələn üçün bu cür bir lüksü yoxdur, bu cür bir sevinci yoxdur, səadəti yoxdur. Biz onlarla da qohumuq, onlar da biz üçün əzizlər əlbəttə, geniş mənada desək də, ideal mənada desək. Amma insan da xüsusi canlıdır, müstəsna canlıdır yer üzərində. O intellektual həzlərə qabildir, o özünü təkmilləşdirməyə qabildir, o daha yaxşı aləmlər, daha yaxşı dünyalar qurmaq gücünə qabildir. Bunda da onun üçün əsas rolu bilgi oynayır, müdriklik oynayır, düşüncə oynayır. Bizim düşünmək bizim müstəsna xüsusiyyətimizdir. Bu şəkildə düşünmək müstəsna xüsusiyyətimizdir. Və biz daha yaxşı həyatlar qurmaq üçün düşüncə gücümüzü artırmalıyıq. Bunun üçün fəlsəfəyə, bədiliyyata, bilgiyə ehtiyacımız var və bu kitabda onu müəyyən dərəcələrdə oxucunu məmnun edə bilər dostlar, məmnun edə bilər. Zamanla bəlkə də biz burada hansı düşüncələri şərh edəcəyik. Oxucular da çatışlı olanda istəsələr əldə edə bilərlər bu kitabı dostlar. Belə, mənə belə ki, görəsən hər şey dedimmi? Demək ki, hər şey dedim. İndi zamanla başqa kitablar çıxanda yenidən qayıdarıq müəyyən səbəbləri, yenidən eləyərik dostlar. İstəyənlər olsa, mən bu silsilə ki var, yeni çıxan hər bir kitab zamanı məlumatlar verirəm də işlərim barədə. İstəyənlər əvvəlki videolarda, bu silsilənin əvvəlki videolarında baxa bilərlər. Orada da yəqin ki, başqa söhbətlər olub, fərqli kəşflər olub, məsələyə başqa tərəflərdən yanaşmalar olub dostlar. İstəyənlər izləyə bilərlər. Hələlik özünüzdən müğayət olun. Gecəniz xeyrə qalsın. Nə deyə bilərəm? Mən məsələn, bu barədə nə deyə bilərəm? Kitabın, mənəvi mədəniyyətin, insaniyyətin, idealların qədrini bilməyə arzulayıram bizə. Əlbəttə, biz onları tam şəkildə gerçəkləşdirə bilməliyik, amma olmaq üçün çalışmaq, Sokratın da sözü var, belə bir söz, nə varsa olsun, gözəl şeylər uğrunda, sonu nə varsa olsun, gözəl şeylər uğrunda çalışmaq gözəldir. Dəyərli şeylər uğrunda çalışmaq gözəldir. Əlbəttə, bu məsələlərdə mən çox şişirtmədən, öz çapımda bunu deyirəm. Əlbəttə, mən də bu baxımdan deyirəm ki, öz gücümüz müqabilində olsa, gözəl şeylər uğrunda çalışmaq, dəyərli şeylər uğrunda çalışmaq gözəldir, sonu nə olarsa olsun. Belə dostlar, bu qədər. Özünüzdən müğayət olun. Kitab satışda olanda bu arada məlumat verəcəyim. Nə deyim?
həmişə əziz olasınız. Həmişə əziz olun. Sağ olun.